Və bu anım günündə də şəhidlərimizin xatirəsinə həsr olunmuş böyük bir mərasim zalının ikinci üçün biz Cənab Bakıya minnətdarıq. Allah Cənab Bakıya köməyiniz olsun. Və Sundistan məscidinin ilk dəfə Bakı təyyarından kimi Sundistan məscidinin böyük abadlıq işlər gördünüz, yenidən qurdunuz, yenidən tiyitiniz, böyük işlər gördünüz. Hər zaman da şəhid ailələrinə böyük qayğı və hörmət yanaşırsınız və rayonumuzun abadlığına da böyük say göstərsiniz. Və bu günün tikilən bu binaya görə, bu mərasim görə sizə çox minnətdarıq. Cənab Bakıcı, orada bir söz dediniz, həqiqətən çox bir qürur verici sözdür. Ağdamlar heç bir söz postunu tərk eləmədi. Həqiqətən 30 ildir ki, Ağdamlar öz postunu yaşayıb, öz postunu yaydı. Çox sağ olun Cənab Bakıcı, verdiyiniz qiymətə görə. Minnətdarıq sizə. Allah sizdən razı olsun, Allah köməyiniz olsun. Bugün Respublikamızın her bir yerinde olduğu gibi bizim doğma Ağdamımızda anım günü belə çox möhtəşəm qeyd olunur. Mən rayonumuzun bütün ağsaqqalları adından burada iştirak eden ve etmeyen şəhid ailələrine, doğmalarına, yaxınlarına başsağlığı verir. Onların timsalında bütün Respublikamızda olan bu günler münasibətilə bu işi təşkil edənlərə minnətdarlığımı bildirirəm. Respublikanın her yerinde anım günüdür. Torpaqlarımızın düşmən işğalından azad olunmasının başlanmış günüdür. Bu yolda şəhidlərimiz, qazilərimiz oldu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Ölkə başçısının dəmir yumruğunun sayəsində hamı Respublika əhalisi birləşdi, torpaqlarımızı azad elədik. Bundan sonra Allah bizə qismət eləməsin, o kafirlərin ayağı bizim torpağa dəyməsin. Allah bu əziyyəti çəkənlərin hamısına can sağlığı versin, Allah kömək olsun. Cənab Başçımız Vaqif Həsənovun təşəbbüsü ilə bu mərasim zalı tikildi. Bu bizim şəhidlərimizə göstərilən qayğının nəticəsidir. Allah şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində bugünkü gün biz hamımız ayaqdayıq. Hamının yanında alnı açıq, üzü ağ, hamının gözünə dik baxırıq. Bu dünyaya gələn hər bir insan bir gün yarandığı kimi bir gün də bu dünyadan köçür. Heç kəs bu həyatda ölümsüz deyil. Ölən biz olacağıq. Amma bizim şəhidlərimiz həmişə əbədi yaşayacaq. Bizim mənfur düşmənlərimiz, ermənilər, içi ruslar qarışıq, özləri də bilmədən bizim şəhid oğlanlarımıza cənnət qazandırdılar. Onlar elə bildilər ki, Azərbaycandan sayı azaldırlar. Amma onlar bilmədilər ki, bizim şəhid oğlanlarımız cənnət qazandılar. Bizim şəhid evlatlarımız hər bir zaman yaddaşlarda qalacaq. Neçə ki bu həyat var, neçə ki bu dünya var, bizim oğlanlarımız əsrlər keçsə belə bu həyatda bir iz qoydular. Həmən izi də bizim indən belə dünyaya gələn evlatlarımız, nəsil nəcabətimiz yaşadacaq. Bugünkü mərasim evimizin açılışı, təməli də buna bir sübutdur. Düzdür, bizim bəzi şəhid oğlanlarımız var ki, içi mənim oğlum qarışıq. Onların evləri yox idi, onlar ailə qurmamışdı, subay idilər. Bu mərasim evi də bizim cəmi şəhid evlatlarımızın bir evləri, bir məkanları oldu bizim üçün. Əziyyəti əməyə keçən, adi fəhləsindən belə, hər kəsin ki, bu mərasim evində əziyyəti, əməyi, haqqı keçibsə, hər bir kəsə öz adımdan minnətdarlığını bildirir. Şəhid ailələri, hörmətli Ağdamlılar, sözsüz ki, bugün bizim qürur günümüzdür. Mən sözün düzü xanımın bu danışığı məni Allah hamd olsun çox düşündürdü. Sözsüz ki,
o sözlüğü siz tapdınız dediniz ki. Bəli. Bu güne kadar ben oturup fikirləşirdim ki biz bu binanın adını ne koyaq? Bu binanın adını Merasim evi koymayaq. Bu binanın adını Şəhidlər evi koyaq. Ben həmişə ki kimi bugünkü gündə də belə nümunə göstərdiniz ki, bəli, bugünkü gündən etibarən bu bina Şəhidlər evidir. Və bu sözsüz ki burada olan ve burada olmayan çoklu sayıda insanların emeğinin, rayonumuzun hüquq mühafizə organlarının rəhbərlərindən tutmuş, bütün rayon rəhbərlərindən tutmuş, bütün rayon insanlarının birgə emeğinin məhsuludur. Rayon rəhbəri kimi mən bu təşəbbüsü irəli sürmüşəm və çox sevinirəm ki, nə yaxşı ki bu fikir və bizim sözsüz ki bu bizim şəhidlər qarşısında etdiyimiz və edəcəyimiz işlərin, onların gördüyü işlərin qarşısında çox xırda bir şeylərdir. Biz ne kadar onların adlarını əbədiləşdirsək, ne kadar onlar üçün ne etsək belə, biz bunları onların gördüğü işlerin karşısında çok xırda işlerdir bunlar. Vətən qarşısında onlar görüblər. Onlar bize bütün bir vətən bağışlayıblar. Sözsüz ki biz Sovetlər dövründə yaşayan vaxtıda bir daha insanların çoxu Sovetlər dövründə dünyaya gelmiş insanlardır, yaşayıblar, fəaliyyət göstəriblər. Bizim vətənimiz heç vaxt bugünkü kimi azad olmuyor. Heç vaxt bizim ərazimiz suveren olmuyor. Sözde olsa belə Sovet Sosialist Respublikalar İttifaqının tərkibində olarkən sözsüz ki hər birinizin bilirsiniz ki bizim hətta Qarabağ xanlığının əvvəlində də mənfur ermənilər bu torpaqda soxulmuşlar bura. Yani onlar doğulmamışlar bu torpaqda. Onlar bu torpağa soxulmuşlar ve onların nihayet ki kökünü məhz 27 sentyabrda atılan ve özdə biz Ağdamlılar fəxr etməliyik ki müharibə Birinci Qarabağ müharibəsində ve burada oturan insanların, iştirak eden insanların çoxu Birinci Qarabağ müharibəsi məhz Ağdamda başlamıştı. İlk şəhidi Ağdamlılar vermişti. Respublika içerisinde ilk şəhidi Ağdamlılar vermişti. Əli və Bəxtiyar bizim ilk şəhidlərimiz Ağdam torpağında olmuşdular. Ve onun ardınca Birinci Qarabağ müharibəsində Ağdam torpağında 6000'den çox Cənab Prezidentin sözleriyle desək şəhidlər Ağdamlılar tərəfindən verilmişti. Ve ona göre de sözsüz ki Respublikanın her yerinde şəhidlərin adları əbədiləşdiriləcəkdir. Ancak bu Ağdamda daha çok olacaktır. Her birinizin bildiğiniz gibi Ağdamlıların Birinci Qarabağ müharibəsində ümumiyyətlə Ağdamlıların bu qələbələrin içerisinde daha çok payı var. Daha çok şəhid verdiğimiz kimi daha çok payımız var. Bunu Cənab Prezident özü bütün çıxışlarında Ağdam rayonunda əhaliyle görüşərkən ister 2021 yılın 28'i mayında ister 2025 yılın sizin her birinizin çoxunuzun iştirakıyla Ağdam rayonunda Muğam evinin açılışında iştirak ederken Cənab Prezident demişti. Ve Cənab Prezidentin o sözleriyle ki yaşasın Ağdam, bu bizim için büyük gurur getirir. Ve biz açılışsa diyeyim ki bir Ağdamlılar olarak daha çok biz Cənab Prezidentin bütün apardığı bütün kuruculuk ve ümumiyyətlə Respublika namına ettiği her bir işin arkasında biz daha çok varıq ve daha çok olacaq. Sözsüz ki Respublikanın əhalisi, bütün əhalisi Cənab Prezidentin dəmir yumruğu ətrafında birleşmişti. Ancak Ağdamların bu qələbədə xüsusi payları var. Ve biz xüsusi payı bizim elimizden heç kim alabilmez. Ve indən sonra da biz bütün əməllərimizdə bir Ağdamlar kimi Cənab Prezidentin ətrafında necə ki həmişə varıq, daha çok sıx birleşib, sıx olacaq. Onun bütün attığı her bir addımında onun yanındadılar. Demir beton necə deyim size qüvvəsiyle onlar Cənab Prezidentin yanındadılar ve olacaklar. Ve çok sevindirici haldır ki Cənab Prezident öz çıxışlarında həmişə qeyd edirdi ki məhz 2020 ildə noyabr ayının 10'unda müharibədə sözsüz ki vətən torpağının bir hissəsində mənfur düşmən qala Cənab Prezident
necə deyim sizə, o sülh müqaviləsinə müharibənin dayandırılması ilə bağlı imza atanda şəhid ailələri, cənab prezident özü də deyirdi və siz də deyirdi ki, bütün şəhid ailələri, övladlar şəhid olurdular. Amma şəhid ailələri deyirdilər ki, cənab prezident dayanmasın müharibə. Amma cənab prezident öz müdrik baxışı ilə dayandırdı və sonra da siz özünüz gördünüz ki, bir gün ərzində, bir sutka ərzində, 23 saat 44 dəqiqə ərzində bütöv vətənimizi də suverenliyimizi təmin etdi. Bugün hər bir daşın üzərində Azərbaycan bayrağı dalğalanır. Və çox sevinirik ki, biz bütün bu işlərin içərisində bizim payımız çoxdur. Və çox olacaqdır. Və mən bu günləri sözsüz ki, şəhid ailələri özləri verdilər elə bu adı da addılar. Və mən də çox sevinirəm ki, bizim də bu işte xırda da olsa payımız var və olacaqdır. Bu şəhidlərin evi mübarək olsun. Amin. Bura onlarındır. Allah'tan istemişəm ki, onların gələcək adları onsuz da həmişə yaşayacaqdır. Və biz də şəhid evində indən sonra sözsüz ki, onların necə deyimsə, adına layiq hərəkətlər edəcəyik. Və bu işdə rayon əhalisinin içərisində kimin köməyi varsa, kömək deyəndə, bilirsiniz, təkcə kömək maddi köməkdən gedə bilməz. Ancaq xoş sözün özü bizim üçün köməkdir. O xoş sözü deyən insanların hamısının var olsun, sağ olsunlar. Yenə deyirəm, burada iştirak edən bütün rayon rəhbərliyinin bu işdə payı var. Hamının payı var bu işdə. Mənə ruh verirlər onlar ki, bu işlərin görülməsindən ötəri. Və sizin hər birinizə söz veririk ki, biz indən sonra da cənab prezidentin apardığı siyasətin hər bir nöqtəsinin, vergülünün ən yaxşı icraçısı olacaq. Biz sizin qarşınızda, şəhid ailələrinin qarşısında biz söz veririk ki, indən sonra biz bütün gücümüzlə vətənimizin hər bir parçasını çiçəklənməsi üçün əlimizdən gələn hər şey edəcək. Sözsüz ki, bu işdə bütün bugünkü yurda olan birinci şəhid ailələri, qazilər və bütün respublikamızın əhalisi, bizim və rayonumuzun əhalisi bu işdə bizə kömək olacaqdır. Sağ olun hər birinizə qulaq astığınız üçün. Mənə çox sağ olun. Sağ olun. Tədbirdən sonra Ağdam rayon icra hakimiyyətinin başçısı, aparatın işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri ilə birlikdə şəhidlər evinin açılışı olub. Daha sonra şəhidlər evində şəhidlərimizin ruhuna ehsan süfrəsi açılıb. Ha, yok, yok. Yok, şundan da baksın bunlar diyor.